Salam Prizman dəyərli izləyiciləri. Xoş gördük hər birinizi. Gerdə qoyduğumuz həftə bir sıra mühüm xəbərlərlə yadda qaldı. İndi isə onların əsas məqamlarına birlikdə baxacağıq. Hər zaman olduğu kimi Prizmada yenə həftənin icmalını sizlərin nəzərinə çatdıracağıq. Elə isə çox da vaxt itirmədən Sevinç və Murad keçid edək xəbərlərimizə. İlk xəbərimizdən başlayırıq. Türkiyənin Şanlıurfa əyalətində məktəbə silahlı hücum olub. Türkiyənin kütləvi informasiya vasitələri xəbər verir ki, hadisə Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texnika Anadolu liseyində baş verib. Məlumat verim ki, hadisə nəticəsində 9 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Məlum olub ki, hadisə məktəbin şagirdlərindən biri tərəfindən həyata keçirilib. BBC News Azərbaycan xəbər verir ki, Türkiyə polisi bu həftə baş verən 2 ölümcül məktəb atışması ilə bağlı mübahisəli məzmununu internetdə paylaşmaqda ittiham olunan 83 nəfərin həbsinə əmr verib. Polis bildirib ki, onların cinayətkarlığı və cinayətkarları tərifləyən və ictimai asayişə mənfi təsir göstərən paylaşımlar və fəaliyyətlərlə məşğul olduqları aşkar edilib. O əlavə edib ki, 940 sosial media hesabına giriş bloklanıb və 93 Telegram qrupu bağlanıb. Xəbər budur Aydan xanım. Mənim belə bir sualım var idi. Ümumiyyətlə hər həftə çatdırırıq xəbərləri və xəbərləri çatdırarkən xəbərlərin bir çoxunda məzmunu yeniyetmələrin, gənclərin törətdiyi cinayətlərlə bağlıdır. Sizcə bunların kökündə əsas səbəblər hansılardır? Mən Aydan xanımın şərhinə keçmədən öncə bənzər hadisəni diqqətinizə çatdırmaq istəyirəm. Bolu vilayətində 7-ci sinif şagirdi WhatsApp qrupuna səsli mesaj göndərərək məktəb direktorunu və şagirdləri öldürməklə hədələyib. Baku Esas xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, səsli mesajı görən şagirdlərdən birinin valideyni polisə şikayət edib. Nəticədə şagird polis əməkdaşları tərəfindən saxlanılıb. Oxşar hadisə olduğu üçün istədim bunu da nəzərinizə çatdırım. Sizin də dediyiniz xəbərə əsasən həmçinin baş verən bu cür zəncirvari deyək cinayət hadisəsinə əsasən mən fikirlərimi belə bildirəcəm ki, psixoloji tərəfdən baxdıqda ortada biz motiv axtarırıq. Burada əsas motiv bu hadisə əsasında təbii ki nəzərdə tuturam. Uşağın o cinayəti törətmə motivi ailəsi olub. Çünki necə demişdim, mənim qarşıma bir video çıxmışdı ki, orada yazıb ata məni boğmaq istəyib, öldürmək istəyib. Yəni atası tərəfindən ölümlə üz-üzə qalan bir uşağın bu cür etməsi artıq qışqırmaq, yəni o isyan həddinə gəlir, çatır ki, məni duyun, məni görün, məni eşidin, mən bu cür hiss edirəm. Yəni o özünü göstərmək üçün bu cür etmiş olur. Hətta mən bir neçə il bundan öncə bir filmdə izləmişdim ki, həmin filmdə də seri qatil idi baş rolda və o da məktəbdə qətliam etmişdi, öz sinif yoldaşlarını öldürmüşdü, müəllimlərini öldürmüşdü, hətta faciəvi şəkildə yanğın törətmişdi ən sonda da. Amma təbii ki, burada bir digər fərqli tərəf var ki, intihar etməmişdi. Orada bir hissə var idi ki, video görüntüdə özünü çəkib göstərmişdi ki, mesaj olaraq ötürmək məqsədi ilə. Siz hazırda məni izləyəcəksiniz, zamanında məni görə bilmədiniz, amma indi hər kəs məni tanıyır. Mən çox yaxşı oxusaydım və yüksək bir dərəcəyə sahib olsaydım, mükafat əldə etsəydim, məni kimlər görəcəkdi? Qismən az insan görəcəkdi, amma indi məni bütün ölkə, bütün dünya məni tanıyır. Baxın, o ailənin yaratdığı o əksiklik, hər zaman deyirik bunu, yeniyetmələr özünü dərk etdiyi bir dönəmdədir. Bu dönəmdə artıq uşaqlara doğru şəkildə sevgi verilmirsə, doğru şəkildə diqqət verilmirsə, qayğı göstərilmirsə, onlarla ünsiyyət qurulmur, o uşaq artıq görülmək üçün birdən çox davranışlar göstərəcək və ən faciəvi şəkildə də cinayət də artıq davranış pozuntusu deyirik. Davranış pozuntusunun kökündə nə durur? Yenə eyni ilə ailə durur. Ailələr buradan bəzən deyəcəklər ki, bizimlə nə kimi bir əlaqəsi var? Hər şey mi bizlə əlaqədardır? Bəli, hər şey ailə ilə bağlıdır. Sosial mühitin də təbii ki təsiri var burada, amma təbii ki, yəni ən əsas faktor ailədir. Niyə? Bir uşaq nə üçün sosial mühitə daha çox yönələr? Ailədə görülməyərsə, ailədə eşidilməzsə, ailədə ümumiyyətlə hansı mövqedə olduğunun fərqində olmazsa bu uşaq, yəni uşaq olduğunu belə bu uşaq başa düşmürsə, yəni hiss etdirilmirsə bu uşağa, təbii ki, artıq o ətraf mühitə yönələcək. Ətraf mühitdə də biz sənin ailənik, biz səni çox yaxşı başa düşürük sözləri eşidəcək və o artıq bu sözləri eşitdiyi zaman istər-istəməz artıq onların təsiri altına düşəcək.
təsir altına düşdüyünə görə də onlardan biri olduğunu öz-özünə təskinlik tapacaq və görüldüyünü hiss edəcək ki, məni nəhayət ki görən biri var, nəhayət ki məni dinləyən biri var, anlayan biri var. Amma təbii ki, onlar öz mənfəətini güdmək üçün bunu edirlər. Yaxın zamanda liseydə müəllimə od tüfəngi ilə atəş açmışdı bir abituriyent. Yəni bunlar hamısı hardan yaranır? Filmlərdən yaranır. Filmlərin burada təsiri çoxdur. Mafiya tipli filmlər çəkilir. Bəli, keçən səfərki efirimizdə də bunu bildirmişdik. Burada məndə bir sual yaranır Aydan. Mafiya tərzli filmlər əvvəllər də var idi. Yəni bir neçə illər əvvəl Kurtlar Vadisi və s. kimi seriallar var idi və uzun illər davam etmişdi bu seriallar. O zamanlarda niyə belə hadisələr yox idi? O zamanlarda sosial şəbəkə bu qədər çox inkişaf etməmişdi. O zamanlarda sosial şəbəkələrdə müzakirələr də bu qədər yox idi. Hazırda misal üçün bir filmdə epizod ön plana çıxarılır, onun üzərində müzakirələr aparılır. Daha sonra isə bunu öz həmyaşıdlar arasında da danışıqlar gedir. O dövrdə sadəcə olaraq film olaraq izlənilirdi. 2000-lərin əvvəllərində məsələn bizi valideynlərimiz evə gətirməyə çalışırdısa çöldən, indiki valideynlər isə dövrümüzün valideynləri daha çox çölə çıxartmağa çalışırlar. Yeniyetmələrə ümumiyyətlə bu kimi halların qarşısını almaq üçün yenə bunu hər zaman demişəm və yenə də deyəcəm, bundan sonra da deyəcəyimə əminəm. Sosial şəbəkələrdə hər şeyi bu qədər aktual vəziyyətə gətirib paylaşmaq doğru deyil. Bu doğrudurmu sizcə? Hazırda biz bunu müzakirə obyekti edirik, maarifləndirmə xarakterli edirik, amma biz olan paylaşılan bir şey haqqında məlumat veririk. Doğrudur, işıqlandırılmasa insanlar bundan xəbərdar olmayacaq. Amma bunu müəyyən bir qısıtlamalarla, kiçik də olsa bəzi şeyləri gizlətməklə çatdırmaq lazımdır. Yenə də bu hadisəni kimsə görəcək, yenə də bu hadisəni yaşayan uşaqlar var. Yəni tamamilə biz hər şeyi idarə edə bilmərik və yaxud da ailələr yenə dediyim kimi hər şeyi idarə edə bilməzlər və yaxud da sosial mühiti idarə edə bilməzlər. Hər şeyi idarə etsələr, uşaqlar da bu zaman isyan edəcəklər ki, bizə nəfəs almağa qoymurlar. Yəni bu tərəfləri var. Bunları idarə etmək üçün uşaqlara doğru tərbiyə verməyə lazımdır. Bax, misal üçün sənə kimsə yaxınlaşsa, yəni ən azından bu xəbərdarlıqdır, maarifləndirmədir. Maarifləndirməyi valideyn tərəfindən edilməsi daha yaxşıdır. Hər valideyn deyil, çox təəssüf ki, hazırki dövrdə. Bu xəbərləri paylaşmaq və s. dediniz. Bugün xəbər saytları, proqramların özləri olsun, bəzi proqramlar olsun, məqsədləri baxış toplamaqdır. İnsanları maarifləndirmək deyil. Buna görə də başlıqları da elə tərzdə seçib paylaşırlar ki, heyran olmamaq və yaxud da cəlb olunmamaq əldə deyil. Amma bəli, amma Prizmanın burada da mən fərqini bir daha vurğulamaq istəyirəm ki, biz boşuna demirik ki, hadisələrə fərqli prizmadan baxırıq. Hadisəni reklam olsun deyə, baxış olsun deyə fərqli başlıqlar altında təqdim etmirik. Hadisəni valideynləri maarifləndirmək xarakterli, uşaqları maarifləndirmək xarakterli izah edirik. Bu proqramı izləyən istər valideyn, istərsə də uşaq anlaşıldığını, onları da başa düşən birilərinin olduğunu görürlər. Burada mən bir şeyə də toxunmaq istəyirəm. Motiv dedim mən. Ailə, sosial mühit, maddiyyat və genetikada burada rolu var. Həmçinin onun xarakteri, yəni şəxsiyyətin xarakteri. Genetik olaraq da onun ailə daxilində və yaxud da ümumiyyətlə indiyə kimi onun irsində kimsə cinayət törədibsə, yenə də istər-istəməz onun genetikasında bu daşınır. Sadəcə o genetik olaraq %40% genetikanın rolu var. %60% isə artıq dünyaya gəldikdən sonra baş verən o proseslərə aiddir. Məsələn, ailə dedik, maddiyyat dedik, mühit dedik. Bunların təsiri o zaman özünü göstərir. Genetik olaraq da uşağın biz şəklinə də baxdıqda gözlərinə diqqət yetirsək, gözlər çox mənasızdır. Ümumiyyətlə heç bir emosiya yoxdur gözlərində. Seri qatillərdə də nə görürük? Həmin o az öncə dediyim filmdə də aktyor ümumiyyətlə elə seçilmişdi ki, sərt cizgilər, emosiyasız baxışlar, dodaqlar incə, bu biraz fizionomiya gedir, yəni mimikləri oxumaq baxımından psixoloji tərəfdən. Yəni bunları təbii ki, hər kəs bilə bilməz. Amma bunu psixoloji testlərlə ortaya çıxartmaq mümkündür. Aqressiyasını ortaya çıxartmaq lazımdır. Videosunda məsəl üçün mən onu diqqətlə izlədim həmin o uşağın. Otaqda səs-küy baş verir, amma ümumiyyətlə heç səs-küyə də reaksiya vermir. Simvolik olaraq hərəkətlər edirdi. Yəni bunların hər biri görülmək istəyidir. Görülmür və sonda isə bu cür görünür. Axı gördünüz indi? Hamı gördü. Hamı gördü. Hətta bütün dünya onu gördü.
Yəni bunları görmək əslində o qədər yaxşıdır ki, o SOS siqnalını fərqinə varaq biz. SOS, yəni necə deyim, o sanki işıq yanır ki, burada hadisə baş verəcək. Bir şeylər olacaq, xəbəriniz olsun, xəbərdarlıq edir, amma heç kim bunu görmür, başa düşmür, anlaya bilmir. Məktəb psixoloqları deyirik. Yenə burada məktəb psixoloqlarına gələcək. Çünki psixoloqlar fərdi olaraq fəaliyyət göstərə bilər, mərkəzlərdə fəaliyyət göstərə bilər, amma məktəbdə olan psixoloqlar abituriyentlərə daha çox yaxın olan psixoloqlardır. Onları sadəcə o psixoloqlar analiz edə bilər. Psixoloji testlər edilə bilər. Daxili aqressiyalarını, şəxsiyyət xarakterlərini, şəxsiyyət pozuntuları ilə bağlı hazırda psixopatlar var. Psixopatları analiz etmək üçün testlər var. Onları müəyyən etmək üçün, misal üçün testlərin edilməsi daha məqsəd uyğundur ki, görülsünlər, yəni bilinsin ki, bu insanda, bu uşaqda bu problem var. Hətta bir müsahibəyə də baxdım. Daha çox davranış pozuntusu olan uşaq olub, daha çox şikayət gedən, daha çox cəzalandırılan o uşaq olub. Amma buna baxmayaraq yenə də yəni qoruduqlarını düşünürdülər. Amma qoruduqlarına baxmayaraq, nəzarət altında saxlamaqlarına baxmayaraq bu cür faciəvi hadisə baş verdi. Aydan xanım, siz ünsiyyətlə bağlı mühüm bir məqama toxundunuz. Elə bununla bağlı dinləyicilərimiz üçün maraqlı bir hekayəni, ibrətamiz bir hekayəni çatdırmaq istəyirəm. Loğman həkimin adına yazılmış bir rəvayətdir. Rəvayət olunur ki, bir gün bir qrup insan müxtəlif xəstəliklərin şəfasını, çarəsini tapmaqdan ötürü yığılıb gəlirlər Loğman həkimin yanına. Loğman həkim öz məsləhətində deyir ki, illərlə, müəyyən bir dövrlərlə insanları müxtəlif yollarla, vasitələrlə müalicə elədim. Yalnız sonda anladım ki, şirin söz və xoş ünsiyyət qədər heç bir şey insana gözəl təsir edə bilməz. Bədənin dərmanı var, qəlbin dərmanı isə mərhəmətdir. İndi dediyimiz o ünsiyyət mövzusu həqiqətən çoxdur və sevgi ehtiyacı, ünsiyyət elə bir vasitədir ki, elə bir təməl ünsürdür ki, insan axtardığı yerdən tapmayanda başqa sahillərə üz tutur, başqa yerlərə üz tutur və güman ki də yanlış yerlərdə axtarır. Təbii ki, yəni psixoloji tərəfdən də baxanda ən təməl ehtiyaclardan biri ünsiyyətdir. Yəni bir insanın tərbiyəsi belə ünsiyyətdən keçir. Yəni ünsiyyət əksikliyi varsa, orada birdən çox şey əksikdir. Təkcə psixoloji tərəfdən deyil, sosioloji tərəfdən, bioloji tərəfdən. Misal üçün, hazırda niyə görə autizm artıb? Ünsiyyətsizlikdən artıb. Ünsiyyət təkcə o demək deyil ki, nitq olaraq verbal ünsiyyət olsun. Yəni orada qeyri-verbal nitq də var. Yəni bu insan əgər uşaq emosiya görmürsə, duyğu görmürsə, toxunmaq hissini duymayıbsa, yəni ana ona toxunmursa, ata ona toxunmursa, atadan uzaqdırsa, yəni o ailədən uzaq özünü hiss edirsə, təbii ki, yəni artıq o insanda da empatiya əksikliyi olacaq. O duyğuları tanımadığı üçün duyğusuz olacaq. Bioloji tərəfdən dediniz. Onu da vurğulamaq lazımdır ki, bu gün loqopedlər sadəcə tək fəaliyyət göstərmir. Psixoloqlar bir yerdə fəaliyyət göstərirlər və valideynlərin hamısına verdikləri təməl məsləhətlərdən biri budur ki, uşağınızla ünsiyyət qurun. Uşağınızla danışın, söhbət edin. Bir də bir şeyə də toxunum burada. Ailə daxili şiddət varsa, şiddət olan yerdə uşaqda da şiddət olacaq. Çünki gördüyünü tətbiq edir uşaq. Və Azərbaycanın gündəmini bu həftə zəbt edən növbəti xəbəri diqqətinizə çatdırıram. İnsan alveri ilə təqsirləndirilən 2 şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə baş idarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində insan alverində təqsirləndirilən qadınlardan biri ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyə Respublikasına aparıb. Daha sonra zərər çəkmiş şəxslər hədə-qorxu və məcbur etmə yolu ilə nəzarətdə saxlanılıblar. Onların ümumi vətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar. İnsan alveri cinayətində təqsirləndirilən növbəti şəxs isə cinayəti istintaqla araşdırılan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək qadınları pul müqabilində aktiv etdiyi Telegram səhifəsi və sayt vasitəsilə fahişəliyə cəlb edib. Zərər çəkənlər həmin platformalardan çıxmaq istədikdə o həmin qadınları barələrində rüsvay edici fotoşəkillər və məlumatlar yaymaqla hədələyərək cinsi istismara məruz qoyub. Araşdırmalarla qadınların cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin bir hissəsini kriptovalyuta formasında xarici ölkələrin birində olan transmilli cinayətkar qrupunun digər üzvlərinə göndərdiyi müəyyən edilib. Toplanmış sübutlar əsasında başlanmış cinayət işləri üzrə qadınlar təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qəti imkan tədbiri seçilib. Burada sual ünvanlandıracağım, qadın alverinə qurban getmiş şəxslərin psixologiyası,
və bu rüsvay olunma qorxusunun gətirdiyi hissləri, duyğuları açmağını istəyəcəm Aydan sən. Bir də mənim fikrimcə bu qədər qadınların həyatını məhv edən insanlara 4 ay həbs verilməsi çox azdır deyə düşünürəm. Hər zaman olduğu kimi bu hadisədə də görünməyən tərəflər var mütləq ki. Müddət olaraq təbii ki, yəni azdır, bizlər üçün az gəlir. Amma psixoloji tərəfdən baxsaq, həmin o cinsi istismara məruz qalan xanımlar olsun və yaxud da aldadılan xanımlar, təhdid edilən xanımları götürək. Onların psixoloji olaraq nə qədər çıxılmaz bir vəziyyətdə olduqlarını görə bunu tam aydın şəkildə biz burada hər şeyi deyə bilməyəcəyik. Çünki tək-tək gərək onların özləri ilə bir-bir danışılsın ki, həqiqətən onlara necə təsir edib. Çünki insan olaraq fərqlidirlər, hər kəsdə fərqli cür təsirlər, yəni izlər buraxır. Ümumi olaraq baxış açısı cinsi istismara məruz qalan xanımları daha çox təbii ki, yəni özlərini güvənsiz hiss edəcəklər, inamsızlıq olacaq burada, hələ bir üstəlik orada aldatma və təhdid edilmə də varsa, qorxu da olacaq, yəni aldadar. Bəli, keçmişin travması, yəni o güvənsizlik artıq daim onun içində bir iz olaraq qalmış olacaq. Bunu keçirmək üçün təbii ki, müəyyən bir şeyləri aydınlaşdırmaq lazımdır. Yəni tam konkret olaraq və yaxud da birdən çox ehtimal sayaraq bunları mən burada bildirə bilməyəcəm. Əlavə olaraq mən bunu qeyd etmək istəyərdim ki, bu hadisəni törədənləri də biz çox zaman görəndə xanımlar olur. Hətta həbs edilən özü də bir xanım idi. Xanımın bir başqa xanıma, yəni öz həmcinsinə bu cür cəza verməsi deyək, bu cür aldatması, bu cür hadisə ilə üz-üzə qoyması, mən deyərdim ki, empatiya yoxsulluğudur. O xanım, yəni ən azından bir xanım başa düşə bilər ki, cinsi istismara əgər məruz qalarsa, o necə bir travma ola bilər. Yəni onun icazəsi olmadan sərhədləri keçilərək bir başqasını sadəcə olaraq həzz obyektinə çevirir. Bəli, və bunu bir biznesə çeviriblər və biznes olaraq da bunu hətta davam etdiriblər. Davam etdirdikcə oradan əldə etdikləri gəlir də, yəni yenə də burada gəlir motiv olaraq maddiyyata gəlir çıxır. Maddiyyatın ön planda olması bir insanın öz şəxsiyyətini geri plana atması deməkdir mənim fikrimcə. Yəni bu həyatda olan hər kəsdə şəxsiyyət adlandırmağımız düz deyil. Psixoloji tərəfdən biz yanaşsaq fərd olaraq gəlib şəxsiyyət olaraq formalaşırıq. Yəni bir insanın bu cür gözünü sanki boyayaraq, öz gözündə boyayıb bir maddiyyatla, o pulla deyək ki, boyayıb ki, mən bu yola gedirəm, əsas mən qazanım, əsas, yəni bir sözlə də özünü düşünür, öz mənfəətini güdür, bir başqalarını manipulyasiya edir, onların şəxsiyyətini alçaldaraq hətta, yəni necə öz mövqeyində alçaldaraq bunu qarşı tərəf hiss etmir. Çünki artıq onun qarşı tərəfin güvənini qazanıb və bu bir xanımdır deyə xanıma kimin ağlına gələr ki, bir pislik etsin, amma çox təəssüf ki, bir xanıma da bu cür pisliklər edir. Bir də burada diqqət çəkilməli məqamlardan biri də şərhlərdir. Yenə və yenidən insanlar qınayırlar, qınağı obyektinə çevirirlər bu qadınları, zərər çəkmiş qadınları, yanlış anlamayın, cinayəti törədənləri yox. Qınayırlar ki, niyə gedirsən Türkiyəyə? Bilmədiyin bir yerə, bilmədiyin bir mühitə, kimisə vasitəsilə niyə gedirsən və burada da biz əvvəldə də mən qeyd etmişdim, iş təklifi edərək aparırlar qadınları, gəzmək və s. bu kimi proseslər üçün aparmırlar, iş təklifi alırlar və onun üzərinə qadınlar Türkiyədə işləmək üçün gedirlər. Onlar hardan bilə bilər ki, başına bu şeylər gələcək. Artıq qadınlar ora getdikdən sonra vəziyyətin fərqinə varırlar və çıxmaq istəyirlər. Bu zamanda rüsvay edici foto və şəkillərlə təhdid olunurlar. Bu barədə mən əlavə edim. Təhdidi bəzən insanlar gözlərində çox böyüdürlər. Əslində təhdid özü də bir manipulyasiyadır. Onlar bunu edə bilərmi? Bəli, edə bilərlər. Yəni öz əllərində saxlamaqları üçün təhdid edirlər. Getsə də yenə yayımlanacaq həmin o video və şəkillər. Amma burada bir cəsarət də olmalıdır ki, əgər sən buradan qurtulmaq istəyirsənsə və bəzi şeylərdə göz almağı bacarmalısan, çox təəssüf ki, bu acı da olsa. Amma çox zaman mən bunu ümumi məlumat olaraq deyim. Hazırda yəni sosial platformanın aktiv olduğu dönəmdəyik və yeniyetmələri də təhdid edən insanlar da olur. Burada mən ümumiyyətlə indiyə kimi təhdid edilən və yaxud da hazırda təhdid edilən biri varsa onlara səslənirəm. Qarşınızdakı insan əgər sizi
hər hansısa bir şeylə təhdid edirsə, onun altında yatan səbəb sizi manipulyasiya etməsidir. Sizi öz tabeçiliyində saxlaması üçündür. Təhdid etdiyi zaman sadəcə olaraq onun sizdən gözlədiyi reaksiyanı vermədiyini, sizə təsir etmədiyini hiss edəcək və bunun da ardınca o qədər düşməyəcək. Sadəcə olaraq burada əsas olan mövqe nədir, bunu deyim. Təhdid edirlər. Nə üçün təhdid edirlər? Qorxutmaq üçün. Qarşı tərəfdə qorxu yaratsın və özündən asılı vəziyyətdə saxlasın. Amma qarşı tərəfə sən o gözlədiyi reaksiyanı vermədikdə, daha soyuqqanlı, daha təmkinli, daha səssiz reaksiyalarla cavab verdikdə, bunun sənin qorxutmadığını hiss edəcək. Qorxutmadığını hiss etdiyi zaman isə təbii ki, nə ilə təhdid edəcəyini də bilməyəcək və təhdid etdiyi şey də yararsız olacaq. Bu cür reaksiya verdikdə, belə deyim, elmi dildə tərs psixologiya etmək lazımdır ki, qarşı tərəf yanılsın. Yanıldığı zaman beyin avtomatik olaraq başqa yol axtarmağa keçir. Buradan mən də bir çağırış etmək istəyirəm. Əziz qadınlar, fərqi yoxdur. Bəylər, sizə gələn iş təklifləri ilə bağlı ehtiyatlı olun, diqqətli olun. Hər hansı bir şübhə doğuran məqam olduqda isə aidiyyatı qurumlara müraciət edin. Növbəti xəbəri diqqətinizə çatdırıram. Müştəri kimi aptekə daxil olub oğurluq edən şəxs saxlanılıb. Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərin birindən oğurluq edilib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 53 yaşlı Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun müştəri qismində daxil olduğu aptekdən satıcının başının qarışıq olmasından istifadə edərək mobil telefonu oğurladığı məlum olub. Araşdırma davam etdirilir. Bizim insan münasibətləri də belədir. Bəzən ünsiyyət qururuq, qarşı tərəf gəlir, bizdən lazımi sevgini, lazımi diqqəti, güvəni alandan sonra sanki qəlbimizi oğurlayıb gedir. Və getməsi ilə də bəzən bizim sevgimizi aparır. Artıq əvvəl kimi sevə bilmirik. Bəzən bizim güvənimizi aparır. Əvvəlki kimi güvənə bilmirik. Bəzən də bizim olan, qalan ümidimizi aparır. Əvvəlki kimi artıq heç kəsə, heç nəyə ümid bəsləyə bilmirik. Bəzən bəzi insanlar da qarşımıza sırf onlara bənzəməyək deyə çıxırlar. Bu və ya başqa cür. Çox gözəl izah etdi Murad. Həqiqətən də hər zaman insanın qarşısına istənilən sayda adam çıxır. Cinsi fərqi yoxdur, dinin də fərqi yoxdur. Və gəlir o insan sənə sanki sevgisizliyi öyrədir. Sən isə ona sevgini öyrədirsən. Əslində burada bir növ balansda tənzimlənir bir müsbət tərəfindən baxdıqda. Qarşı tərəf əksik olduğu sevgini görür ki, bu cür həqiqətən sevgi var. O ondan əksikdir deyə sadəcə olaraq onun sevgi olduğunun fərqində olmur. Amma o fərqində olacağı zaman isə artıq çox gec olur. Ki geri dönsün, o sevgini yenidən əldə etsin. Amma təəssüf ki, artıq bitən bitmişdir. Çünki niyə? Özü bitirib. O sevgisizliyi qarşı tərəfdə özü yaradıb. Niyə? Psixoloji tərəfdə mən bunu izah edim sizə. Baxın, bir insan əgər o sevgini görmürsə, tanımırsa, bilmirsə ki, bu sevgidir, nədirsə, amma bu tərəf onu bilir ki, sevgidir, ona verdiyi duyğu, ona göstərdiyi qayğı olsun, hətta danışıq olsun, o ünsiyyətin özü olsun belə. Sevgi olaraq bunu görürsə, qarşı tərəf bunu görmədikdə ona o verdiyi sevgi boşdur artıq. Az öncə dediyim kimi fərqində olacaq, amma çox gec bir zamanda fərqində olacaq. Nə zaman ki, onun əksikliyini hiss edən zaman. Bu tərəf isə artıq biləcək ki, qarşı tərəfin o sevgiyə ehtiyacı yoxdur. Bilavasitə artıq beyində o özünü kodladı deyək də, yəni kodladı ki, mən tanıdığım, misal üçün də Muradın o sevgiyə ehtiyacı yoxdur və o yenidən, misal üçün də danışsaq, Muradla ünsiyyət qursaq, mən o Murada o sevgini təkrardan verməyəcəm. Bunu qəsdən etmir. Zaten beyin artıq onu o cür anlayıb, o cür mənaya yükləyib. Madam ki, söhbət sevgiyə gəldi, burada mən sənə bir sual ünvanlamaq istəyirəm Aydan. Bəzi insanlar deyir ki, mən sevginin özünü sevirəm, aşiq olmağı sevirəm. Sevirəmsə əgər, qarşıdakı insan mənə necə rəftar edirsə etsin, mən yolumdan dönmürəm. Bəzi insanlar da deyir ki, mən məni sevəni sevirəm. Nəzərə alsaq ki, biz hamıdan əvvəl özümüzü qoyub özümüzü sevməliyik. Bizi sevən insanı da biz sevməliyik deyirlər. Bu tərəflərdən hansı doğrudur, hansı yanlışdır və ya doğru tərəf varmı? Sən dediyin o misalların heç birində doğru və yaxud da yanlış anlayışı yoxdur. Hər kəsin öz doğrusu var. Əslində yenə də burada
əksik olan tərəflərə gedir. Məsəl üçün, nə edirsə etsin, sən qarşı tərəfi sevirsənsə, özünü sevmirsən artıq. Öz sərhədlərini qorumursan. Hər bir insanın bu həyatda sərhəddə olmalıdır. Sərhəddin yoxdursa, səni kim olsa da sənə daima zərər verəcək. Sənə daima zərər verəcək, incidəcək, pisliyini istəyəcək. Yəni bu niyədir? Sənin onda yaratdığın o düşüncəyə əsasendir. Məsəl üçün mən sənə hər hansısa bir pislik edirəm, sən mənə reaksiya vermirsənsə və yaxud da bunu mənə pislik etdiyim üçün mənə cavab vermirsən ki, sən etdiyin mənə zərər verdi, mən bunun fərqində olmayacağam və bunu doğru biləcəm. Və etdiyim yanlışı sənə təkrardan etmiş olacağam. Artıq sən o qarşı tərəf bunu nə qədər bilərəkdən etsə də, bilməyərəkdən etsə də, sən ona cavab vermədiyin müddətdə o sənə daima eyni cür yanaşacaq, eyni cür reaksiyalar verəcək, eyni cür davranmış olacaq və buna görə sən ancaq inciyəcəksən, inciməyinə baxmayaraq onu sevəcəksən, sevdiyinə görə də qarşı tərəf biləcək ki, onsuz mən nə etsəm o mənə sevir. Bəli. Digər tərəfə gəldikdə isə məni sevəni sevərəm. Məni sevəni sevərəm kəlməsini analiz etdikdə burada da öz sevgini görə bilərik. Yəni necə? Mən dəyər görərəmsə, mən sevilərəmsə, sərhədlərimi qorunarsa, hörmət edilərəmsə, zərər görmərəmsə, incidilmərəmsə, sevildiyimi hiss edərəmsə, sevərəm. Sağlamı budur əslində. Qarşılıqlı sevgi. Əks təqdirdə sən qarşı tərəfi sevirsənsə, sevgini görmürsə, daima onu əzir və sevdiyinə görə istədiyi şəkildə davranırsa, bu artıq sağlamdır. Nizami Gəncəvində dediyi kimi, sevmə səni sevməyəni Misirdə sultan olsa da, sev səni sevəni yerlə yeksan olsa da. Bu yaxınlarda mən sənin bir paylaşımına diqqət etmişdim, elə sevgi ilə bağlı. Orada deyirsən ki, insan digər insanları da özü üçün sevir. Məsələn, bu ola bilər öz ehtiyaclarının nəticəsində də ola bilər, sevilmədiyini hiss etməsin deyə bir başqasının onu sevməsini istəyə bilər. Və ya sən deyirsən ki, sevdiyimiz insanlar bizə sual versə ki, biz ölsək nə edərsən? O an ağlımızda ilk yaranan cavab o olur ki, sən ölsən mən də yaşaya bilmərəm. Məcburi şəkildə o şəxsi gətirir qoyur ora ki, sən dur burada. O isə getmək istəyəndə nə qoymur getməyə. Gedəndə isə artıq o boşluq onu sanki bir quyunun içinə aparır. Mən isə məsələyə fərqli bir prizmadan yanaşmaq istəyirəm. Baxın, ədəbiyyatımıza nəzər salsaq, Ramiz Rövşənə qədər hər bir şair deyir ki, mən sənsiz öləcəm, sənin sevginsiz yaşaya bilmərəm, sənsiz yaşaya bilmərəm. Amma Ramiz Rövşən ədəbiyyata gəlir və yazır ki, aradan gör neçə il keçib görən, tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, mən sənsiz ölmədim, məni bağışla. Baxın, elə sadəcə bu söz adama sanki bir şillə kimi deyir ki, yox da, onsuz da yaşaya bilərsən. Sanki həyatın reallığını bizə çatdırır. Biz Ramiz Rövşənin özünə olan sevgisini və hörmətini də şeirlərində görürük. Hətta bir şeiri var, deyir ki, məni saymayanlar axmaqdır, axmaq. Onlar nə bilir ki, axı kiməm mən? Məni saymayanlar bir vaxt sayacaq, onda görəcəklər bir yox, minəm mən. Keçirəm növbəti xəbərə. Azərbaycanlı stolüstü tennisçi Ginnesin rekordlar kitabına düşüb. MPTV xəbər verir ki, seçmə komandamızın üzvü Şua İdman kompleksində rekorda imza atıb. Belə ki, o topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləyib. Bu rekord əvvəl Türkiyəli Osman Gürcüyə məxsus olub. Nihad Məmmədov bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi bacarıb. Füzuli rayonunda mina partladı. Ölən var. Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyinin əməkdaşı aprelin 14-də Füzuli rayonunda baş verən mina hadisəsində həlak olub. Bu barədə MPTV-yə ANAMA-dan məlumat verilib. Bildirilib ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı kənd ərazisində baş verib. Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətli Muğan Rəfailoğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş həyatını itirib. İndi isə proqramımıza dünya gündəmindən davam edirik. Ələxüsusda yaxın şərqdə hansı hadisələrin baş verdiyi ilə bağlı xəbəri, məlumatı diqqətinizə çatdıracağam. İran Hörmüz boğazını açdı. İran Hörmüz boğazını bütün kommersiya gəmiləri üçün açıb. Bu barədə İranın Xarici İşlər Naziri Abbas Əraqçi X sosial şəbəkəsində paylaşım edib.
Livanda əldə edilən atəşkəsə uyğun olaraq atəşkəsin qalan müddəti ərzində bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi İran İslam Respublikasının limanlar və dənizçilik təşkilatı tərəfindən artıq elan edilən əlaqələndirilmiş marşrut üzrə tamamilə açıq elan edilir deyə paylaşımda qeyd olunub. Xatırladaq ki, İran yaxın şərqdəki son gərginlik fonunda Hörmüz boğazını gəmilərin keçidi üçün bağlamışdı. Yeri gəlmişkən, bunu da qeyd edeyim ki, Tramp İranın bu jestinin ardından Hörmüz boğazını açdığına görə İrana təşəkkür edib. Anton Çexov demişkən, doğru vaxtda gələn yanlış insana verdiyimiz şansı, yanlış zamanda gələn doğru insana verməyincə hər zaman peşman olan və acı çəkən biz oluruq. İndi doğru zamanda gələn yanlış insan söhbətinə gəlmişkən, elə fürsət İran və ABŞ-nin ayağına gəlmişdi ki, artıq İslamabadda baş verən o görüş nəticəsində nəhayət ortaq məxrəcə gəlsinlər. Həm dünya iqtisadi və siyasi arenasında sülh yaratmaq üçün, həm də yaxın şərqdə yaranmış o gərginliyi aradan qaldırılması üçün. Və artıq görünür ki, həm ABŞ tərəfi, həm də İran tərəfi bu sülhün şərtlərinə əməl eləyirlər. Bir neçə gün öncə paytaxtda baş verən faciə və hadisə təhlükəsizliklə bağlı yeni suallar doğurub. Belə ki, Bakı şəhərinin 20 yanvar ərazisində yerləşən yaşayış binalarından birində kondisionerin mühərrikinə qaz doldurulması zamanı baş verən partlayışda bir nəfər həyatını itirib. Mütəxəssislər bildirir ki, bu kimi halların əsas səbəblərindən biri kondisionerə qaz doldurulması zamanı təhlükəsizlik qaydalarına düzgün əməl olunmamasıdır. Hadisə bir daha göstərir ki, qazla işləyən avadanlıqlarla davranan zaman diqqətli olmaq həyati əhəmiyyət daşıyır. Əhalimizin sayı açıqlanıb. Azərbaycan Respublikasının əhalisinin sayı artıb. Empativi xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-fevral ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb. Bildirilib ki, əhalinin sayı ilin əvvəlindən 1689 nəfər və ya 0,2% artaraq 2026-cı il fevral ayının biri vəziyyətinə 10.264.040 nəfərə çatıb. Beləliklə, dəyərli Prizma izləyiciləri, bir buraxılışımızın daha sonuna gəldik. Gələn həftə eyni saatda görüşmək ümidi ilə. Həftəni belə başa vurduq. Hər birinizə xoş istirahətlər arzuluyuruq. Görüşənədək. Təşəkkür edirəm xəbərləri çatdırdığınız üçün və izləyicilərimizə də təşəkkürümü bildirirəm. Sağ olun. Gələn həftə görüşmək ümidi ilə.